100 min getmiş 4 göz. 100 min. 100 min deyəndə 106.833-də. İndi 100 min hesablayaq. Və bu maşında ilk dəfə 25 ilin maşınıdır. 2000-ci ilin 4 gözü. Salondan əməlli başlı, yəni belə deyək də, zavod iyi gəlir. Bu maşında ilk dəfə korobka yağını dəyişəcəyik. İlk dəfə. Birinci dəfə. Bir dənə də göstər. Kilometrajı zəhmət olmasa qoy görsünlər. 106.833. Prokladkanın vəziyyətinə baxın. İttin günündə də prokladka rezin dövrdə bu artıq taxtadandır. Yəni zarafat dövrdə 106.000 kilometr. Və indi yağa baxın. Yağ yanıb və iyi də gəlir. Buna sut da. Bu yağ deyil. Belə yağ olmur axı. Yağımız da etekdir. 4 litrəsi 80 manat. Korobka yağı əlbəttə ki. Bizdə indi 8 litr gedəcək. Ümumi 160 manat eləyəcək yağın qiyməti. Yəni bizim seçimimiz etekdir. Biz yalnız və yalnız eteki tövsiyə edirik. Mən öz şəxsən maşınlarıma, hər iki maşına etekdən istifadə edirəm. Həm korobka yağı, həm motor yağı, həm antifriz. Həmişə də görmüşsünüz ki, yalnız və yalnız eteki seçirəm. Bax, bura fikir verin. Bax, bir dənə kanallara baxın. Bax, o beyni ayırdıq. Alt tərəfidir. Bu da iç tərəfidir. Bu heç bir şəkildə görünməyən tərəfdir. Fikir verin içindəki naqara. Bax, kanallardakı yağlara baxın, qalan yağlara. Yəni biz bunu elə belə çıxardı belə. Oy 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 oy. Bütün yağ diye bunun içə. Onun çıxdı yağ. Ayırmasan qeyri-mümkün bunun yağı. Buna baxın. Köhnə yağ qalıb. Yəni fərz eləyin ki, bunu eləmirsiniz, bunu eləmirsiniz. Bir dənə prosta açırsınız oradan, alt tərəfini təmizləyirsiniz. Təzə yağı tökürsünüz ora, söktü ağırdı getdi. Yenə eyni şey olur. Elə bir ki, heç yağ dəyişməmişsiniz.